Cincilim. Bunu yığırıq, qovururuq. Şəhərə aparacam. Dostlarım, baxın. Gicikkan necə durubdu. Payızın bu vaxtında. Yamyaşıl. İçəridə cincilimlər, gicikkanlar var. Halı kimikdir cincilim. Prosto belə görünür. Mən düzü çoxdandır buralarda olmamışam deyə başım çıxmır. Ancaq kəndçilər elə yığır ki. Sonra bunu təmizləyirlər. Yaxşı doğu olur, qovurma olur. Qutab olur, qəşəng qutab olur. Baxın bir. Düzdür, şəhəri zat deyiləm, ancaq şəhər bizi çöktürübdür. O mənada ki, çox gəldik ki, mədəniləşək. Şəhərə hamımız gəldik. Səndimə olan mədəniyyətimiz də yox olacaqmış. Ümumiyyətlə, gəlməyimiz şəhərlərin olması deyil. Ümumiyyətlə, mədəniyyət yoxdur. Mədəniyyət işləmir. Mədəniyyət qanunları yoxdur yəni. Vaxtilə təbliğat, təşviqat olurdu, kitabxanalar olurdu, klublar olurdu. İnsanlar gedirdi, təlimlənirdi istər-istəməz. Bir araya gəlirdilər, mehribanlıq olurdu. İndi mədəniyyət sahəsində heç nə yoxdur. Barlar var, bardaqlar var. Nə bilim, kazinolar var. Gələcəyimiz yoxdur. Hamı tatolu, matolu, nə bilim. Daha saymıram da. Bir-birinə baxıb, başqa bir əyləncə də tapmırlar nə mənada. Yəni, təhsil pulla, hər şey pul həll eləyir, pulsuz iş yerləri yox. İnsanlar neynəsin? Subaylar bekar, nə deyim, çarəsiz. Hər yerdən də küsüb gəzirlər insanlar. Budur, bax, gicikkan. Kənddə də pul yoxdur, iş yoxdur. Sadəcə ala var. Alanı neyinə pişirirsən? Maldarlıq, heyvandarlıq, yəni yoxdur. Təsərrüfatlar bərbaddır. Pul olmayanda inkişaf yoxdur. Əmək haqqı yoxdur, pensiya yoxdur. 220 manatla xalq can çəkir. Uşaq pulları yoxdur. Vaxtilə bunlar hamısı var idi. Hamıya pay verərdi, pay aparardı. Qonaq gedərdi, indi o da yoxdur. Qonaq çağırardılar şəhərdən gələnləri. İndi o da yoxdur. Ey! Hə, bildim. Sağ olun, az-az gözəlliklər göstərirəm sizə. Çox danışmaq olar, ancaq arzu edərdim ki, mən doğulduğum o zamanlara, analarım, anam, atam olan devirlərə, nənələrimiz olan devrə qayıdayıq hamımız. İnkişafda, yəni mədəniyyətdə, təhsildə, səhiyyədə, hər gözəllikdə, yəni o zamanki kimi yaşamaq olaydı. İndi hündür binalar satılır varlara, 10 dənə ev alan 10 dənə kirayə verir, bir də 10 dənə alır, bir də belə alır. Heç bir kasıbın şəhərdə evi yoxdur. Zavodlardan, fabriklərdən ev yerləri verərdilər. Nə zavod var, nə fabrik var, nə ev ala bilir insanlar. Yəni, bu da aladır. Nə qədər ala yesin. Maldarlığa, heyvandarlığa deyirəm, inkişaf eləməyə heç nə yoxdur. Nə bilim, göydən də nələr səpirlər. Fındıq vardı, fındıqda zəhəridir. İndi yoxlama ilə götürürlər. Deyir ki, böğründə qara bir ləkə var. Bu da havadan asılıdır. Təbiət koranıb bütövlükdə. İnanın. İnanın. Çox çətindir. Qidalanmayan insanlar necə məşğul olsun. Heyvandarlıq üçün sahələr olmalıdır, otlaqlar olmalıdır. Hamısını mənimsəyiblər, pullular. Ancaq pullular hər yer alıblar. Fəhləyə də nə verirlər? Heç nə. Fəhlə də yazıq olubdur. Olmuş həqiqətləri deyirəm. Vətənimi də sevirəm, dövlətimi də sevirəm, dövlət başçımı da sevirəm, millətimi də sevirəm, xalqımı da sevirəm. Mən bütövlükdə dünyanı sevirəm, gözəlliklərini. Allahın nə qədər yaratdığı var. Mən sevgi dolu bir insanam. Baxın, o çıxmağı eləyən, bulutları yaran günəşi də sevirəm. Gecələr zülmətdən parlayan ayı da, ulduzu da sevirəm. Mən sizlərin hər birinizi sevirəm. Ancaq ki, insan yaranıb yaşamağa. Hər əsrdə, hər ölkədə, yəni bir dövlətin başçısı olur. Mən öz başçıma səslənirəm, gözəl başçım, biz o zaman böyümüşük, ikimiz də eyni yaşıdıq.
Bax o zaman necə gözəl devir keçirmişik danışarkən, xəyallarımızdan belə söyləyirik dosta, tanışa, nəvələrə. Gəl Azərbaycanı elə yarat təzədən. Vallah daşlar, qalaqlar, barlar, çıraqlar bizə heç nə vermir. Biz yaşamaq istəyirik. Yeməyimiz yox. Şəxsən özümdən danışıram. 220 manat alıram. Burası gəlib zorla çıxmışam. Öz rayonuma, öz bölgəmə. Zülümlə bu qədər gözəllikdən məhrumam. Mən gələ bilmirəm. Mən 220 manatla 60 manata gəlib bura çıxıb. Gələndə əlimə bir dənə də bir şey ala bilməyəndən sonra, bir qohuma qonaq gedə bilməyəndən sonra dəvət eləsələr də. Mən Bakıya təzədən 60 manatdan necə qayıdıram? Necə gedirəm sonra bir ayımı 220 manat almaq üçün başa vururam? Mənim də ətrafımda nəvələrim var. Mənim də ətrafımda balalarım var. Mənim də öz dostlarım var. Dostlardan da ayrı düşmüşəm. Qohumlardan da ayrı düşmüşəm. Yurdumdan, yuvamdan da ayrı düşmüşəm. Bu insaf deyil. Bu mürvət deyil. İnsan olaraq yaranışda ən gözəl qadın obrazıyam mən. Azərbaycanda ən gözəl təbii yaranışam mən. Mənim haqqımdır yaşamaq. Zəkam da yerində. Düşüncəm də yerimdə, ideyalarım da yerində, danışığım, davranışım, mədəniyyətim bütöv bir Azərbaycan boydadır. Mən cahana sıxmayan insanam. Mən dünyavi gözəlliklərə vurğun insanam. Mənim yaşamaq haqqım var. Mən yenə deyirəm, sevgi dolu bir insanam, həmişə yanında olmuşam. Şəxsən mən öz dövlət başçıma 124 min peyğəmbərə yalvarınca bir Allaha yalvar. Sən bu ölkənin əstağfurullah olsun. Allah bir dənədir, bizi yaranışımızı, təməlimizi qoyandı. Ancaq sən də bu ölkənin belə desək Allahısan. Allah da rəhimli, günahlar bağışlayan, nə bilim, necə deyim, rəhmət sahibidir. Yəni deyim ki, bütün yaranışın yaşamasının səbəbkarıdır. Kinsiz, küdurətsiz, günahları bağışlayan yenə deyirəm. Bütün ruzunu Allah veribdir. Bax, sən də bizi beləcə bir gözəl həyat tərzi ver. Həyat sənin əlindədir. Bizim ömrümüz, həyatımız, yaşamağımız üçün qidalanmaq lazımdır. Gözəlliklərdən zövq almaq lazım. Mən də bulvarları gəzmək istəyirəm. Ömrümdə bulvar nədir? Bəlkə də bir 10 il qabaq getmişəm. Çünki mən tək gedə bilmirəm. Artıq bu yaşdayam ki, nəvələr var evdə. Mən onları gəlini var qoyub, gedib bulvarlarda gəzə bilən xanım deyiləm. Çünki mənim ürəyim var. Bulvarlarda tək-təkinə dərviş kimi xəyala dalıb, romantika. O, cavanlıqda deyən kimi, eşitdim dənizə mənsiz getmisən, dənizdə dalğalar sənə nə dedi? Birgə addım gəzişdiyimiz xırdıca təpələr sənə nə dedi? Heç məni sordu mu səndən agülüm, dənizdə uçuşan ağ qağaylar, yoxsa onlar məni sən tək unudub gəzdiyin gözəllə oynaqlayırlar. Şeirin hamısını demirəm. Gənclikdə də bulvara getmirdim. Atam deyirdi ki, qız uşağı təhsilini alar, tələbə vaxtı otururdum. Ancaq talih döndərdi məni. O zaman, bu zaman müharibələr, qaçqınlıq, köçkünlük, mən də xalqa bağlı adam, hər şeyimi qurban verdim. Bu dövlətin, bu millətin azadlıq uğrunda azadlıq meydanlarından başlayıb bugünə kimi azadlıq təməlini quranların birinin yanında, yəni onlarla bərabər mən azadlıq gətirdim Azərbaycana. Mən deyəndə xalqımdan, millətimdən, dövlətimdən, elə sənlə də. Ancaq ki, biz azad yaşaya bilmədik. Azadlıq mənim haqqımdır. Və hər kəs də öz adından sənə müraciət eləsin. Sənə müraciət edirəm, 220 manatdan bu millət yaşaya bilməz. Yollar aç, qapılar aç. Çox xahiş edirəm səndən sevdiyim, yaşıdım, dəyərlim, gözəl prezidentim. 30 il bağlandığın sənə xəyanət eləyənlərə lənət gəlsin. Sən hər şeyə layiq və qadir oğlansan. Yenə də yanındayam, dəstəkçinəm. Bütöv xalqımı birliyə çağırıram. Sağ olun, salamat olun. Mən də yığım, cincilimi indi yağ da almaq, bilirsiniz ki, problemdir. Mən də ömrüm boyu, inanırsınız, quru bişirirəm, soğutmaza deyirəmmi, nə bilim, qaçqı soğutma olsun, nəsə də. Heç vaxtı mən mağazadan, yəni, qarğıdalı yağı, hava rütubətlidir, səsim batır. Sonra nədir o birisi? Simişka yağı almam. Çünki içinə nələr vururlar? Milləti qırmaq üçün. Hər şey sünüdür. İstehsal yoxdur Azərbaycanda düzgün. Özümüzdə gözəl istehsal eləmək olar hər şeyi.
Çünki xəyanət var Azərbaycanda. Dövlətə xəyanət var, millətə xəyanət var, pulgirlik var, şöhrət var, rüşvət var. Ona görə də mən quru-quru belə yığıram. İndi qutab eləyərəm bundan. Ya da bir qatıq alaram. Qatıqla doğu eləyərəm. Sizlərə də xoş ovqat arzulayıram. Gözəl həyat arzulayıram. Var olun, sağ olun. Ölkə başçım başda olmaqla hər kəsə, xalqıma, millətimə, balacadan böyüyə qədər can sağlığı arzulayıram. Sağ olun, salamat olun. Mən Nüvər Şərifova 6 dildə yurdu talan Xarı Bülbül poemasının müəllifi, anasının pensiya kartı ilə kitab çıxaran xanımam. Rəhmətlik anasının. Bunu mənim dövlətim çıxarmalıdır. Və o dünya dillərində çıxmalıdır. Ancaq imkan yoxdur. Başqa kitablarımı da atam rəhmətlik çıxarıbdır. Niyə mənim dövlətim mənə sahib durmur Nüvər Şərifovaya? Çox maraqlıdır. Daha nə lazımdır bu dövlətə? Necə insan vətəndaş lazımdır ki, dövlətə xidmət eləsin? Bu qədər. Tanış olaq jurnalında təsisçisi.